Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar, bu günləri sizlərə çəkəcəyim video inşallah toyuq sərfəlidir yoxsa hündüşka sərfəlidir. Bundan əvvəlki videomda hündüşka sərfəlidir yoxsa lal ördək sərfəlidir, onun haqqında məlumat vermişəm. Bugünkü videomuzda toyuq mu sərfəlidir yoxsa hündüşka mı sərfəlidir, o haqqında məlumat verəcəm. Düzdür, toyuqlarımızın hamısı burada yoxdur. Gördüm bir qismi burada eşənlər, dedim elə buradan başlayayım. Arkadaki görüntü üçün üzr istəyirəm. Bir də onu da qeyd edeyim ki, sizlərə neçə gündür xəstə yatırdım. Səsimə görə də yenə üzr istəyirəm sizlərdən. Deməli, ağacları budamışıq, hələ toplaya bilməmişəm. Onlar da ki, ora biraz sarımsaq əkmişik dostlar. Hələ buranın setkasını çəkməmişik. Bura setka alıb böğrün çəpərləyəcək də buranın. İnşallah buranın bəzi şeylər əkməliyik, belləyib, bəzi şeylər əkəcəyik. Onu da üstünə atmışam ki, toyuqlar eşələyib yeməsinlər, o odur. Yəni bura setkalla da götürüləcək. Deməli dostlar, bugün sizlərə dediyim kimi hündüşkə ilə toyuq hansı daha sərfəlidir, o haqqında məlumat vermək istəyirəm. Elə başlayaq. Birinci dedim toyuqları göstəreyim, sonra keçək hündüşkalar haqqında da yenə danışarıq. Təbii ki, videonu çox uzun tutmayacağım, çünki hər dəfə qarşılaşdırma edəndə zaten keçən videomda hündüşkalar haqqında yetəri qədər məlumat vermişəm. Eləcə də toyuqlar haqqında da yetəri qədər məlumat var. Sadəcə qısa olaraq hamısının üstündən keçin və bərabər qərar verək. Toyuq mu sərfəlidir yoxsa hündüşka mı sərfəlidir saxlamağa? Deməli dostlar, toyuqlar necə sərfəlidir? Mən kənd toyuqları saxlayıram. Bir də Brahma xoruzum var, görürsünüz ki, Brahma ilə yerli toyuqların, kənd toyuqlardan olan qarışıqları saxlayıram. Yəni kənd toyuğu ilə Brahma xoruz cütləşir, ondan çıxan qarışıqlar, məsələn o toyuq kimi qarışıqları saxlayıram. Təbii ki, o qarışıqlar kənd toyuqları qədər mənə yumurta vermir. Onların yumurta verimi bir tık daha azdır. Onlar daha çox qırtlamağa meyillidirlər. Çünki Brahmalarda, əgər bilirsinizsə, bilmirsinizsə də yenə mən qeyd edeyim. Yəni Brahmalar uzaqbaşı, məndə elə Brahma var, 7-8 yumurta yumurtayıb qırt yatır. Nə maksimum 15, maksimum da 20 yumurta yumurtayıb qırt yatırlar Brahmalar. Onlar da biraz onlara oxşayır, bənzəyir. Təbii ki, o qədər az yumurta vermirlər, amma qırtlamağa çox meyillidirlər də. Yəni biraz yumurtayıb qırt düşürlər. Amma təbii ki, toyuqlarımızın bir çoxu yerli kənd toyuqlarımızdan olanlardır. Yəni öz toyuğumuzdan olan var, inkubatordan yumurta alıb saxladıqlarım var. Belə-belə yerli kənd toyuqlardır. Hardasa sizə videolarımın birində də qeyd etmişdim ki, mən bir toyuqdan, ildə 30 manat bir toyuqdan təxmini qazanc götürürəm. Yəni bu yem xərclərin, dərman xərclərin çıxandan sonra sırf mənə qalan qazanc ildə 30 manatdır. Bunu sizə zaten qeyd eləmişdim. Toyuqlarda, kənd toyuqlarda hardasa sizə təxmin deyim də uşaqlar, ildə 200, 240, 230, 220 o qarışıqlar var. Hansı ki, məsələn, orada o toyuğum var. Beyaqlar sizə birini göstərdim. Hansıydı o? Orada o toyuğum var. Bunlar ki, Brahma xoruzla qarışıqlardandır. Onlar da verirlər də uşaqlar. İçində 150 də verən var. 1-2 dənəsi var içində, 2 dənə var, 2 dənə toyuq. Onlar lap 120 dənə filan verir. Onlar daha çox qırt düşməyə meyillidirlər. 180 da verən var onlardan. Yəni ortalama vuranda uşaqlar mən 200 yumurta ilə götürürəm də toyuqlarımın hamısını ortalama vuranda 200 yumurta ilə götürürəm. Çünki 50-dən çox Brahmalar qarışıq. Brahma toyuqlarım qarışıq. 58 dənə toyuğum var. Brahma toyuqlar və bunların fərəsi ilə qarışıq 58 dənədir. Ortalama 200-dən götürürəm. Lap istəsəz 180-dən də götürə bilərsiniz. Sırf kənd toyuqları saxlayırsınızsa rahatlıqla ildə 200 yumurtadan götürə bilərsiniz. Bir toyuğunuz sizə yumurta verəcək. Onu da siz özünüz vurun da yumurta qiymətlərini. Məsələn, bizdə burada hal-hazırda Saat rayonunda yaşayıram. Hal-hazırda yumurtanın qiyməti 35 qəpikdir. Yəni özünüz fikirləşə bilərsiniz də. Bayram qabağı hətta bu yumurtanın qiyməti 40 qəpiyə də qalxa bilər. Düzdür, fevraldan filan artıq insanların toyuqları başlayacaq yumurtamağa, biraz azalacaq. Bizim rayonda da bizim rayonda yox, bir çox rayonda da hala toyuqlarda, heyvanlı quşlarda xəstəlik olduğuna görə çox adam da qırılıb deyə, yəni yumurta çətinliyi var da, yəni az olur deyə bu qiymətədir. 35 qəpikdir, amma hər il zaten qışda, qış ayında 30 qəpiyə, 35 qəpiyə yumurtanın qiyməti qalxır. Bu normal olan bir şeydir. İndi gələk dostlar, bunun xeyirlərinə dediyim kimi ildə 30 manat bir toyuqdan xeyir götürən bütün yem xərclərini çıxandan sonra deyirsiniz ki, toyuqların yem yemə qabiliyyəti nə qədərdir? Uşaqlar, əgər bağlı şəraitdə saxlayırsınızsa, toyuğunuz heç bir ot, başqa qida yemirsə, sadəcə sırf yem yeyirsə, özəlliklə bu hazır yemlərdən yeyirsə, gündə 120-150 qram arası hesablayın. Amma 150 qram yeyə biləcək toyuq mən çox nadir də, yəni belə deyim sizlərə. Çünki bağlı şəraitdə belə saxlasınız uşaqlar.
uşaqlar 120-130 qramdan doyacaq. Amma mənim kimi belə açıq şəraitdə saxlasız uşaqlar yay aylarında mən ümumiyyətlə toyuqlarıma, çünki belə bağım var uşaqlar, biraz ağacları qırıb tökmüşəm, səliqəsiz görünür, onlar da yığışdırılacaq. Belə bağım var uşaqlar, bunun meyvəsi, 1 hektara yaxın torpağım var, otu filan, bu tip şeylərdən uşaqlar. Yayda mən heç bunlara bir toyuğa 50 qram yem verirəm, vermirəm. Səhər bir dəqiqə yedizdirirəm, buraxıram, heç ehtiyacları da olmur. Amma qış aylarında, məsələn bu aylarda mən bunlara verirəm 80 qram, 90 qram yem verirəm. Yenə də çünki mənim həyətim böyüdür, yetəri qədər ot filan yeyirlər, buradan qarınlarını doyuzdururlar. İndi görürsünüz, bu məsəl üçün belə bura peyin tökülür, bu yer qazlanacaq peyinli olsun deyə toyuqların çıxan yerindən. Onun üstündəki qurdu, quşu orada biraz qalmışdı. Yaydım ki, yağış filan yağacaq, onu da yesinlər. Onun üstündəki qurdu, quşu filan bu tip şeylərdən özlərini doyuzdururlardı. Yəni kənd yerində, bu tip yerlərdə açıq şəhərdə saxlanan toyuqlar 80-90 qram yem inanın ki bunlara bəs eləyəcək. Onu da siz vurun özünüzün yem qiymətlərinə, hansı yem verirsinizsə o qiymətlərə vurun uşaqlar. Bölün rahatlıqla, yəni kənd toyuğu saxlayırsınızsa, ildə 30 manat qazanc götürmürsünüzsə günah sizin özünüzdədir. Yəni çünki demək ki onlara yetəri qədər, məsəl üçün qışda onun yerinin işıqlandırmasını eləmirsiniz, yerləri isti olmur. Yəni bu tip şeylərə görə ola bilər ki düşsün, amma bir toyuqdan ildə 30 manat xeyir götürmüşsə həqiqətən günah sizdədir. Hətta sizin toyuq sayınız azaldıqca, məsələn bizdə belə deyim də sizlərə, toyuq sayı artdıqca xoruz sayı da artır. Bu sürüdə stres yaradır. Toyuğun biri içində vırağan olur, obuslar döyür, yenə stres yaradır. Yumurta verimini aşağı salır. Əgər sizin toyuq sayınız 20-30'dursa, hətta bir toyuqdan 30 manatdan da daha artıq xeyir götürmək olar ildə. Onu da sizlərə qeyd edeyim. Bunlar kənd toyuqları, özəlliklə uşaqlar, yumurtalı cins toyuqlara nisbətən daha xəstəliklərə dözümlü olurlar. Yəni desəz ki yumurtalı cins saxlasız, bəli yumurtalı cins saxlasız təbii ki bundan daha çox qazanacaqsınız. Çünki elə yumurtalı cinslər var ki ildə 300-320 yumurta verir. Yəni çünki onlar qırt düşməyə meyilli deyirlər, qırt düşmürlər və yumurtamağa daha çox meyillidirlər. Düzdür, kənd toyuqlara nisbətən onlar tez qocalır. Məsələn, kənd toyuğun 5 il saxlaya bilirsinizsə, yumurtalıq olaraq verimi düşmədən 5 il saxlaya bilirsinizsə, o toyuqları saxlayacaqsınız 2 il, 3 il. Yəni bu tip şeylər də olur da. Onlar biraz çox yumurtladığı üçün təbii olaraq da tez qocalırlar. Onu da nəzərə almağınız mütləqdir. Amma kənd toyuqları dediyim kimi xəstəlikləri daha davamlı olduğu üçün mən kənd toyuqlarını tərcih ediyorum. Sürümdə yumurtalı cins olmayacağımı istəyirəm əlavə edim uşaqlar. Bəzi yumurtalı cinslərdən istəyirəm 1-2 dənə əlavə edeyim. Özəlliklərdə hərəsindən bir dənə xoruz əlavə eləmək istəyirəm ki, çünki xoruz genləri rahatlıqla ötürə bilir və o yumurtalı cinsin genlərin kənd toyuğuna ötürüb həm yumurtlayan, həm də xəstəliklərə davamlı toyuq əldə etmək olar. Onu da sizə deyim. Heç nə dostlar, toyuqlardan danışacaqlarım bu qədər. İndi hündüşkaları da göstərib sonda mən təbii ki qərar verəcəyim ki, toyuq mu sərfəlidir, hündüşka mı sərfəlidir. Təbii ki bu mənim düşüncəm, mənim fikirlərimdir. Yəni sizin üçün, sizin şəraitiniz elə olar ki, hündüşka sizə daha sərfəli ola bilər və yaxud da ki, sizin düşüncəniz fərqli ola bilər. Onları da yorumlarda qeyd edə bilərsiniz rahatlıqla. Dostlar, bu da hündüşkalarımız, həm də onların son vəziyyətləri. İndi gələk toyuqlar haqqında danışdıq. Keçək qısa olaraq da bunlar haqqında deyim. İndi videolarımızı daimi izləyənlər deyəcək ki, eyni şeyləri təkrar edirsən videolarda. Amma bu videonu ilk dəfə izləyənlər də ola bilər. Uşaqlar, hər dəfədə həm də videolarda ağlıma gələn yeni şeyləri də sizə məlumat olaraq verirəm. Həm də ki, sabahdan yox, birisi gündən artıq 4 gün arxa-arxaya yağış yağacaq. Video çəkə bilməyəcəm mütləq ki. Özüm də biraz xəstəyəm deyə başqa videolar bu anda indi çəkə bilməyəcəm. Ona görə elə ən asandıma bu gəldi. Dedim zaten bu serini davam eləmək lazımdır. Bütün heyvanlara sırayla hansı daha sərfəlidir sonda qərar verəcək. Təbii ki bu cür bir video çəkmişdim. Mən öz fikrimi qeyd etmişdim. Amma təkrar bütün burada xırdalığlarına kimi getmək istəyirəm. Və sizin də fikirləriniz mənim çox üçün önəmlidir ki, yorumlarda qeyd edəsiniz. Baxım görüm sizin üçün daha sərfəli nədir. Mənim şəraitim üçün ən sərfəli olan heyvanı zaten sonda ortaya çıxardacaq. Amma sizin üçün nədir? Onu da öyrənmək istəyirəm. Hər gündə kanalımıza yeni insanlar daxil olduğu üçün uşaqlar videolar bəzən yəni daimi izləyənlərə təkrar gələ bilər, amma yeni insanlar da daxil olduğu üçün onları da fikirləşməliyəm və çəkdiyim hər yeni videoda o məlumatları təkrar eləmək məcburiyyətindəyəm. Onu da sizə qeyd edim. Demək uşaqlar, hündüşkalar haqqında da məlumat vermək lazım olsa, toyuqlarda belədir ki, dostlar 12 ay sizə xeyir verə bilirlər. Yəni 12 ay onlardan xeyir götürə bilirsiniz. Amma hündüşkalar belədir ki, bunun zaten satışını demək olar ki, ildə bir dəfə sata bilirik. Necə sata bilirik? Onu da qeyd edeyim sizlərə.
Yəni təbii ki, balaca formada sata bilirsiniz, amma hündüşkalar genelde yetkin dövrünə çatanda daha yaxşı pul və yaxud daha yaxşı qazanc verir. Ona görə də ki, bunları yəni yetkin dövrə çatdırmaq üçün 6 ay, 7 ay, 8 ay, hətta bəzən 9 ay bəsləmək lazımdır. Yəni o baxır artıq sizin bəsləməyinizə, amma ortalama 7-8 ayında artıq satışa hazır olur bunlar. Bunu da ildə ən çox dekabr ayında, yəni bayram qabağı sata bilirik. Çünki yeni ilə bilirsiniz ki, hamı bundan kebab bişirir demək olar, hamı, yəni tək hamıdan deməyim də istisnalar təbii ki ola bilər, amma bir 70%, 60% insan əgər kebab bişirirsə bu hündüşkanı tercih edir, bu mütləqdir. Ona görə bayram qabağı həm qiymət olaraq, həm də satış asanlığı olaraq bu daha çox satılır. Amma məsəl üçün oktyabrdan filan restoranlar da filan hündüşka kebabı verməyə başladığı üçün hündüşkanın satışı yavaş-yavaş gedir. Balaca formada da saxlamaq üçün və yaxud da ki başqa məqsədlərlə, hər hansı bir məqsəddən insanlar ala bilir bunları. Yəni onda da sata bilirsiniz. Amma bunun daha çox yəni yəni qazanc əldə etmək istəyirsə bunu 6-7 ay saxlamaq məcburiyyətindəsiniz və ildə məsəl üçün lap götürək ki, oktyabr ayına satışını götürək, 3-4 aylıq qısa dönəmdə bunun güclü satışı gedir. Yəni sizə bu hər ay qazanc vermir. Yəni başa düşdünüz, bunu saxlamaq lazımdır ki, siz bundan qazanc götürürsünüz. Təbii ki, o böyük firmalar var ki, cins hündüşkaları saxlayırlar, onlardan yumurtalıq cinslərdən daha çox çox yumurtlayan quşlardan saxlayırlar, onlardan yumurta əldə edirlər, həm yumurta satış edirlər, həm inkubatora qoyub cücə satış edirlər. Onları çıxmaq şərtində mən yəni kənd şəraitində yerli heyvan saxlamaqla, yəni tam olaraq hansı daha sərfəlidir, onu qeyd edəcəm. Toyuqlar 12 ay qazanc verdiyi halda bunlar yəni 12 ay qazanc vermir. Bunları bəsləməlisiniz ki, axırda satasınız. Təbii ki, məsələn götürsək ki, deyirəm ki, bir toyuq ayda mənə ildə mənə 30 manat xeyir verir. Elə məsəl üçün bir hündüşkanı da satanda dişi hündüşkadan qalmasa da erkek hündüşkadan demək olar ki, uşaqlar birindən 30 manat, 40 manat hətta xeyir qala bilir sizlərə. Çünki məndə 5 kilo, 6 kilo erkek hündüşkalar gəlir. Bunu da nə bilim 80 manat, 100 manat qiyməti eləyir. Ondan götürəndə mənə hətta 30 manatdan da çox qalır. Yəni bir 40 manat mənə xeyir qalır, nə bilim 50 manat mənə xeyir qalır. Belə götürsək deyərsiniz ki, bir toyuğu da saxlayanda 30 manat, ildə 30 manat xeyir götürsən, onun əvəzinə bir dənə hündüşka saxla elə, məsəl üçün 40 manat, 50 manat xeyir götür. Bu da məntiqli fikirdir. Uşaqlar ola bilər, yəni istəyənlər, şəraiti buna uyğun olanlar bunu edə bilər. Amma onu da götürsək ki, uşaqlar bir toyuq bir hündüşka qədər yemir axı. Məsələn, bir hündüşkanın yediğin məndə məsəl üçün 4 toyuq yeyir. Onu da sizlərə deyim də. Yəni 3 toyuq yeyir, 4 toyuq biraz abartdım. Yəni 3 toyuq rahatlığından yeyir bir hündüşkanın yediğin. Yəni onu da hesablamaq lazımdır da. Yəni say olaraq götürsək, onda bir toyuğun yediğin bir hündüşkaya verirsiniz, hündüşka ayaqüstə ölər acından. Yəni o tipdə də deyim sizə. Çünki hündüşka daha çox yeyir axı. Hündüşkalar desəz ki, nə qədər yeyir uşaqlar. Hal-hazırda bu yetkin dövründə mən bunlara 180-200 qrama yaxın gündəlik yem verirəm. Hələ əlavə olaraq ot deyirlər. Çünki indi hal-hazırda bunların maksimum kökəlməsi lazımdır ki, həm çəki olaraq nə qədər çox olsa mənə o qədər yaxşıdır. Həm də zaten arıq heyvanı kimsə almaq istəmir. Kebablığa hamı bilir ki, yağlı hündüşka yarayır. Ona görə də mən məcburam ki, hündüşkalarım kök olsun ki, rahatlıqla da mən bunları sata bilim. Yəni əziyyət çəkməyim satışında. Onu da hesablamaq lazımdır. İndi bu sonda deyəcəm yenə əvvəl deyim, zaten əvvəl deməyim, son videonun zaten sonuna çatırıq. Mənə görə toyuq hündüşkadan daha sərfəlidir. Həm də baxım olaraq daha asandır. Çünki uşaqlar bu hündüşkaların balaca vaxtı istiliyi, xəstəliyi, yəni heç balaca vaxtı yox. Elə bu kəsimə qədər uşaqlar bunlardan elə narahat qalırsan ki, vaksin də vursun, bir şey də vursun, elə narahat qalırsan ki, ayamandı, xəstələnirlər, ayamandı, öldülər. Xəstələnəndə çətin olur, zərif olurlar, incə olurlar bunlar. Xəstəliklərə çox da davamiyyəti olmur. Ona görə uşaqlar mənə görə toyuq hündüşkadan həm daha asan, həm də daha sərfəli gəlir. Hündüşkanı niyə saxlayırsan desəz uşaqlar, zaten bunu əvvəllər də videolarımda qeyd etmişdim. Bayram qabağı toplu şəkildə hündüşkanı satıram, əlimə pul gəlir. Həm ona görə sevirəm. Bir də ki, ümumiyyətlə quş olaraq sevirəm də hündüşkaları. Amma dediyim kimi bu xəstəlikləri və çox yem yeməkləri həqiqətən bu kənd təsərrüfatında insanı biraz yoran şeylərdir. Önəmlisi də xəstəliklər uşaqlar. Çox yeməyin də önəmi yoxdur. Zaten yeyirsə onun sənə qazancını da verir. Amma xəstəlikləri həqiqətən insanı biraz yoran şeydir.
Yəni mənə görə toyuq daha sərfəlidir. İndi siz də fikirlərinizi təbii ki, yorumlarda bölüşün. Görək sizin üçün hansı daha sərfəlidir. Xəstə olduğum üçün üzrlü sayın. Yəni biraz səsim də pisdir, həm də halım da o deyil ki, sizə daha yaxşı video çəkim. Əgər video pis halındısa çox üzr istəyirəm. İnşallah biraz düzəlim. Bu 3-4 günlük yağışlar da keçsin. Sizə daha qəşəng videolar çəkməyə çalışacağam. Hamınıza təşəkkür edirəm. Kanala abunə olub videonu bəyənməyi unutmayın. Mütləq şəkildə bizə uşaqlar bir də videonu izləyərkən şərh lazımdır. Əgər mənim videoma girib 30 saniyə, 20 saniyə, nə bilim 1 dəqiqə baxıb like atıb çıxacaqsınızsa, elə mənim videoma girməsəz ondan daha yaxşıdır mənə. Çünki uşaqlar siz mənim videolarımı sona qədər izləmədikcə mənim verilərim aşağı düşür. Videonun verisi aşağı düşür. Yəni statistikası aşağı düşür. YouTube göstərir ki, insanlar videoya girirlər, yarıda çıxırlar. Girirlər, yarıda çıxırlar. O da mənə heç sərf edən bir şey deyil. Yəni sizin ora bir yorum atmağınız və yaxud da ki 30 saniyə, 20 saniyə baxıb like atıb çıxmağınızın mənə heç bir önəmi qalmır. Daha da siz mənim videoma ziyan vurmuş olursunuz. Ona görə əgər sona qədər baxmayacaqsınız, çıxın. Təbii ki, ürəyiniz sıxıla bilər. Heç kimi məcbur eləyə bilmərəm burada sona qədər durub baxsın da. Amma o kanalımın daimi izləyicilər var ki, mənə dəstək olmaq istəyir. Onlardan çox xahiş edirəm ki, videomu sona qədər izləsin. Hamınıza təşəkkür edirəm uşaqlar. Çox sağ olun izlədiyiniz üçün.